Xalq artisti Murad Dadaşovla əməkdar artist Bəhram Bağırzadənin birgə videosu gündəm olub. Tədbirlərin birində çəkilən görüntülərdə Dadaşovla Bağırzadənin Çastuşka rəqs etdiyi anlar yer alıb. Söz gedən kadrlar sosial mediada maraqla qarşılanıb. Tanınmış müğənni Vəfa Şərifova növbəti solo konserti ilə Sumqayıt sakinlərinin qonağı olacaq. Vəfa Şərifovanın növbəti musiqili gecəsi 28 may Müstəqillik günündə baş tutacaq. Konsert Sumqayıt şəhərində yerləşən Muğam mərkəzində baş tutacaq. Konsertin proqramı və biletlərin satışı ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.